Axşamınız xeyir balaca dostlarım. Hər gecə olduğu kimi bu gecə də yeni bir nağılla görüşünüzə gəlmişik. Bəs siz necə? Hər gün bizimlə görüşməyə tələsirsiniz? Elə isə sizi çox gözlətmədən başlayaq. Bu axşam sizə Almanların Bağban və Qalabəyi adlı nağılını danışacağam. Bir zamanlar bir qalanın bürclərinin dibində, biraz aralıdakı meşənin yaxınlığında bir bağban yaşayırdı. Bağbanın kiçik bağı elə bil cənnətin bir parçası idi. Zəhmətkeş bağban ətrafına çəpər çəkilmiş bu bağda bütün günü işləyir, tərəvəzləri sulayır, hər fidanın yetişməsini sevinclə, həyəcanla gözləyirdi. Amma bir səhər bağa gələndə gözlərinə inanmadı. Ləkdəki bütün kələmlər tapdalanmış, çiçəklər yolunmuş, bitkilər əziy-əziy edilmişdi. "Bu dovşanın işidir", deyə qəzəbləndi. Nə yolla olur olsun, əziyyətlə yetişdirdiyi məhsulu kimin məhv etdiyini öyrənməyə qərar verdi və Qalabəyinin yanına şikayətə getdi. "Ağa, mənə yardım et. Sən həmişə haqqın tərəfində olmusan. Neçə ay işlədiyim, hər gün əziyyətlə qulluq etdiyim bağımı dovşan məhv edib. Axı bunu necə edə bilər? Onun məndən icazəsiz bağımdakı tərəvəzləri oğurlayıb yeməyinə göz yumacağıq?" "Dovşan olduğundan əminsən?" Qalabəyi soruşdu. "Əminəm ağa", bağban dedi. "Sabah o yaramaz ziyankarı tutacağıq. Sən narahat olma, amma hazır ol. Sabah səhər tezdən sənin yanına gələcəyik." Səhər Qalabəyi, mühafizəçilər və saray əhli bağbanın evinə getdilər. "Ac qarına ova getmək olmaz. Bizə 1-2 loxma yemək verərsənmi?" Qalabəyi soruşdu. "Baş üstə ağa", deyə bağban dolabından qaxac ət, çörək çıxardı. Bağından bibər dərib gətirdi. Əlbəttə ki, bir neçə dəqiqə ərzində bağbanın süfrəyə qoyduqları bitdi. Amma əsgərlər hələ doymadılar. Bağban dərhal 1-2 toyuğunu kəsdi. Onları tez bişirdi. Amma gələnləri yenə doydura bilmədi. Qalabəyi və adamları bağçada oturub yeyib içir və doymaq bilmirdilər. Nahara bağban və arvadı yenə də yemək hazırlamağa başladılar. Bu dəfə bircə qoyunlarını kəsib qonaqlar üçün bişirdilər. Axşama yaxın qonaqlar artıq doymuşdular. Amma bu dəfə yuxuları gəldiyi üçün dincəlmək istədilər. "Onsuz da artıq gecdir. Dovşanı sabah tutarıq", dedilər. Bağbanla arvadı gələnlərə yer açdılar. Yorğan döşəyi sərib qonaqlar üçün rahat yataq hazırladılar. Ertəsi gün Qalabəyi və mühafizəçilər bağa gedib dovşanı axtarmağa başladılar. Bağbanın əziyyətlə yetişdirdiyi bütün tərəvəzlər əsgərlərin tapdağı altında əzildi. Arxlar dağıldı, çiçəklər qırıldı. Nəhayət çəpərin dibindəki bir kələmin arxasında bir dovşan sıçrayıb ildırım sürəti ilə meşəyə qaçdı. Qalabəyi qışqırdı. "Biz işimizi bitirdik. Dovşanı bağdan qovduq." Əsgərlər gedəndən sonra bağban döyüş meydanına çevrilmiş bağına baxıb düşündü. "Kaş heç kimi köməyə çağırmayaydım. 2 kələmim əzildi deyə bu əsgərləri çağırdım. Onların bağıma vurduğu zərəri 100 dovşan 100 ilə edə bilməzdi. Bu mənə dərs olar." Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.